Kreditlə ev axtaran dəyərli müştərilər, videonun sonuna qədər izləyin. 3 otaqdan ibarətdir. Daxili kreditlə satılır. Evin və torpağın kutuça çıxarışı var. Masa hazırda yerləşir Cantəpədə. Sərfəli təklifli dəyərli dostlar, izləmədə qalın, bütün məlumatları nəzərinizə çatdıracağım. Burada bir neçə ev idi, təkcə sonuncu təklif budur. Bunu sizlərə eləyirəm. Görürsünüz 5 daş üstündədir və çox geniş otaq ölçülərinə sahibdir. Masa hazırda Cantəpədə yerləşir dəyərli dostlar, girişdə. Solda yerləşir evin qonaq otağı. İzləmədə qalın, bütün məlumatları nəzərinizə çatdıracağım. Daxili kreditlə satılır. Hörmətli dostlar, nağd formada da satılır. Nağd o qədər ucuz qiymətə təklif olunur ki. Daxili kreditlə isə müəyyən qiymət fərqi var, onları nəzərinizə çatdıracağım. 36 aylıq kreditlə satılır dəyərli dostlar. Standart məbləğdir, üstünə hər hansı bir faiz gəlmir. Tək şəxsiyyət vəsiqəsi ilə satılır. Rəsmi işə ehtiyac yoxdur. Ev qoşadaşla tikilib 40-40 fundament üzərində, tək divar yoxdur. 4 bir tərəfdən cüt kubiklə inşa olunur. Bura növbəti otaq, o bura evin mətbəx sahəsi. Həyətənin sahəsində gördüyünüz xudmanı həyətənin sahədir. Deməli, ümumi məbləği 73 mindir dəyərli dostlar. 40 min ilkin ödəniş tələb olunur. Qalıq 33 min borcu isə 36 ay ərzində qaytara bilərsiniz. Notarial alıq-satqı olur. Evin sənədi, kutuça çıxarış tam mülkiyyətli ev və torpaq sənədlidir. Qeyd etdiyim kimi, deməli 73 min ümumi məbləğdir, 40 min ilkin ödəniş tələb olunur, qalıq 33 min manat borcu isə 36 aya ayda 916 manat olmaqla ödəyib bu evə sahib ola bilərsiniz. Nağd qiyməti isə 58 min manatdır, hörmətli dostlar. Yəni, nağd gəlsəz 58 minə bu evi ala bilirsiniz. Kreditlə almaq istəsəz isə qiymət 73 mindir. Və 36 ayla kreditlə satılır. Qeyd etdim şərtləri az əvvəl, əlaqə nömrəsi 077 744 36 33. Tam yaşayışlı bir ərazidə, Masazır qəsəbəsində, Cantəpədə, hündür rütubətdən kənara ala bir ərazidir. Kommunallar mövcuddur, qaz, su, işıq fasiləsi ötürülməkdədir. 142 və 569 nömrəli marşrut yollarına ayaq məsafəsində yerləşir. Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz. Evimizə baxış keçirmək üçün mənimlə əlaqə saxlayın. Sağ olun, hələ olun.